Mən oxudum keçən həftə səhv eləmirəmsə, Gürcüstanda dalbadal 2 hadisə baş verdi. Azərbaycan vətəndaşlarına, Azərbaycan soydaş Azərbaycanlılara, bəli, niyə sən gürcücə danışmırsan deyə hansısa başıboş, şovinist gürcülər hücum elədi və mən buradan bir müxalifət partiyasının rəhbəri kimi, Azərbaycan siyasətçisi kimi Gürcüstan rəhbərliyinə də, Gürcüstan siyasi partiyalarına da, onların o faşist ideologiyasını daşıyan siyasi fiqurlarına da səslənirəm ki, yəni biraz özünüzü yığışdırın. Kimi kimin torpağından qovursunuz? Kimləri hardan qovursunuz? Azərbaycan, bizim Gürcüstandakı soydaşlarımız sahibsiz deyirlər. Onların arxasında Azərbaycan dövləti durub və fərqi yoxdur iqtidarda kimdir. Bizi, başqası da o birisidir. Yəni biz həm İrandakı soydaşlarımızın arxasındayıq sona qədər, həm də Gürcüstandakı soydaşlarımızı. Sən borc alını işğal eləmisən. Sən orada gəlib dövlət qurmusan, mən sənin torpağını işğal eləməmişəm. Kimi hardan qovursan? Yəni buradan da mən, baxın, hələ də iqtisadi baxımdan bir çox cəhətlərdən Azərbaycandan asılı olan Gürcüstan rəhbərliyinə müraciət, bu şovinist, bu faşist yanaşmanızı qatlayın, qoyun cibinizə. Niyə qədər yox idi? Rusiya barmağı ola bilməzmi sizcə? Mənə dəxli yoxdur, Ləman xanım. Rusiya barmağı var, Amerika barmağı var, Fransa barmağı var. Sən dövlətində yiyəlik elə. Sən dövlətinə nəzarət elə. Sən necə yəni, sən ən çox etnik belə çıxmasın, üst-üstə toplasaq bəlkə də gürcülərdən çoxuq. İnşallah çoxalacağıq da. Yəni, sənin məqsədin nədir? Mən niyə gürcü dili bilməliyəm? Sən gəlmirsən mənim dükanıma, mən Azərbaycanda. Xoşuna gəlmir, rədd ol, çıx get. Yəni, buradan da Azərbaycan Xarici İşlər Naziri, Diaspora Komitəsi bu məsələləri ciddi gündəmdə salır. Xatırlısınız o keşikçi dağ söhbəti var idi. Yəni, heç kim, baxın, mən bəzən deyirəm, mənə deyirlər ki, belə bir ara mən danışanda Gürcüstandakı soydaşlarımız yazdı ki, bəy, sən oradakı işlərə qarış, buradakı işlər biz yaxşıyıq, filan, bizdən işləri yoxdur. Yəni, deməklərindən belə çıxıq, buranı qarışdırma. Amma mən sizə deyim, heç də Gürcülər, Gürcüstanın Azərbaycana münasibəti heç də fərqli deyil. Ərazi iddiaları məsələsi, Azərbaycana qıcıq məsələsi. Mən keçən dəfə Əhəd bəy bir çıxışında dedi bunu, mən yaşadığım Əhəd bəylə birgə Türkiyəyə gedir, Gürcüstandan keçirdik və bunu danışın, baxın, təqribi biləcəksiniz. Bizim burada Azərbaycan vətəndaşımız Türkiyədə ailə quran Azərbaycan vətəndaşı Türkiyəyə üzüm tingi aparırdı. Tingə. 3-4 belə bir topa Türkiyəyə keçirik və Gürcüstan gömrüyündən keçirik. Və bu adam da bilir ki, biz buradan keçib, Gürcüstandan keçib Türkiyəyə gedəcəyik. Yəni bu tingələr də adam Türkiyə vətəndaşıdır, ora aparır. Saxladı ki, Gürcüstana qadağandır, ağac filan keçirmək, tingə filan. Dedi, axı Türkiyə aparıram, Gürcüstanda yox dedi, olmaz. Apar, at zibilə, gəl keç. Qadın da boylandı belə, o neytral zona Gürcüstan ərazisi filan. Baxdı, getdi Gürcüstan, həmin o gömrük komitəsinin yanında zibil qabı vardı. Ora atmaq istəyəndə dedi, dayan, yarı Rus, yarı apar öz ölkə vat dedi. Ay Allah. Mən orada, bax, onların bizə münasibətini gördüm. Bax, adi bir Gürcü, nə deyim, Gürcü gömrük işçisi də, heç vəzifəsi da yox. Dedi, apar öz ölkə vat zibilbi. Vallahi, bax, yəni, ona görə mən buradan xəbərdarlıq eləyirəm. Gürcüstanın rəhbərliyinə, əgər faşizm orada ayağa alacaqsa, orada bizim insanları sıxışdırmaq, bizim insanları ikinci dərəcəli insanlar eləmək cəhdinə, vətəndaşlar eləmək cəhdində bulunacaqsınızsa, Azərbaycan tarixi torpaqlarına yiyə durmağı bacaran ölkədir və bacaracağıq da. Biz burada şəxsən müxalifət partiyası olaraq öz iqtidarımıza təzyiq eləyəcəyik ki, bizim oradakı soydaşlarımızı qorusun. Necə Rus gedib dünyanın o başında Rusu qoruya bilir, hə? Necə olur ki, Amerika dünyanın bu biri başında hansısa Amerikan vətəndaşına görə gəlir müharibə elan edir? Sən xeyr ola, sahibsiz mi görmüsən Azərbaycanlılar? Yəni bu məsələdə Gürcüstan rəhbərliyinə, hakimiyyətinə, iqtidarına, müxalifətinə, hamısına belə deyək, topuna xəbərdarlıq eləyirik ki, bizim vətəndaşlarımızdan diqqətlə biz ora gəlməmişik. Ora bizim torpaqlar. Siz orada bizim belə deyək, ərazilərimizdə dövlət qurmusunuz. Stalinlərin, nə bilim kimlərin, Cuqaşvililərin, filənlərin hesabına. Ora bizim tarixi ata-baba torpaqlarımızdır. Orada bizim babalarımız, ulu babalarımızın qəbirləri var. Sizin nəyiniz var orada? Yəni, bu məsələdə Azərbaycanın Gürcüstana xoş münasibətindən sui-istifadə eləməsinə. Biz unutmamışıq, hələ Ermənistan müharibəni təzə bitirmişdi, Gürcüstan vasitəsilə Fransadan silah alırdı. Bunu da unutmamışıq. Amma bu məsələlərdə də mən çox oxudum və hiddətləndim və mənə belə gəlir ki, hər bir siyasi partiya bu məsələlərə reaksiya verməlidir. Mesaj verilməlidir ki, biz çörəyi qulağımıza yemirik. Yəni, orada evci oynamayın.
Bizim soydaşlarımız öz yerlərində, öz tarixi ata-baba torpaqlarında tam hüquqlu vətəndaş kimi yaşayacaqlar. Heç kim də buna müdaxilə eləməyəcək. Hə, əgər siz onlarla birgə yaşamaq istəmirsinizsə, lap yaxşı. Azərbaycan öz torpaqlarına və soydaşlarına sahib çıxmağı bacarar. Birləşdirər Azərbaycanı və salam. Gərək bizim elə Xarici İşlər Nazirliyi də həmin vaxt Mütləq. Çünki baxın, mən xatırlayıram orada o bir Səbinə Bayramova var, səhv etmirəmsə, Gürcüstanın insan hüquq müdafiəçisi idi, səhv etmirəmsə. Onun bir etirazı var idi. Elə bizə də fürsət düşürdü da, iki hadisə dalbadan oldu. Təbii. Biz biri var ki, Ləman xanım, burada əsas məsələ nədir? Biri var ki, Azərbaycanlı cinayət eləyir, məsəl üçün oğurluq eləyir, ya dava-dalaş salır və yaxud da hər hansı bir cinayət əməli törədir. O Gürcüstan məhkəməsi, polis həbs edir məhkəmə, biz heç nə demirik. Amma biri də var ki, sən sırf bax Gürcü ilə biri var dalaşa şəxsi münasibət. Bir də var sən niyə mənim dilimdə danışmırsan deyə, sən Azərbaycanlı sən kimsən? Yox, Azərbaycanda gör nə qədər nə millətlər var. Kim gedib kimə deyir ki, danışmırsa biz ruslar mütləq deyə bilirik. Niyə mənim dilimdə danışmırsan? Və baxın, biz hörmətlə yanaşırıq. Biz baxın, uzaqbaş Azərbaycanda soruşuruq ki, Azərbaycan harasındansan? Amma biz demirik ki, ləzgisən, kürdsən, avarsan, gürcüsən. Bizdə İngiloylar var da, İngiloylar belə də gürcü əsillidir. Görün, güldən artıq söz deyən var. Yəni Gürcüstan dövləti mənə maraqlı deyil, o faşist, o şərəfsiz faşist niyə Azərbaycanına hücum edir? Mən bunu dövlətdən görürəm. Dövlət o faşisti alıb, tutub, həbs edib cəzasını verir, aparıb polis bölməsinə azad edib. Niyə azad eləmirsən? İrqi, dini zəmində ayrı seçkilik salmaq, nifaq salmaq, fitnə salmaq elə belə cinayət işidirmi?